Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Çerkassi küçəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan Opel markalı minik avtomobili Yuyucu məntəqəsində dayanan Hyundai markalı avtomobilə çırpılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Axşam radələri Opel markalı maşın ara kəsmədən istifadə edir, çox sürətli şəkildə gəlirdi və gələrkən özünü təmizləyə bilməyib, aşaraq bu cür vəziyyət baş verdi. Dur, aşağı gətir. Çık platformanın üstüne. Ay, təslim ol.